Bəzən cinayətlər ani qəzəbdən doğmur, onlar aylarla planlanır, səssizcə hazırlanır və bir gün şəhərin tam ortasında həyata keçirilməli olur. Bu hekayə də məhz belə başlayır. Bu təsadüfi bir hücum deyil, bu sifarişlə planlaşdırılmış qətl cəhdidir və bu dəfə plan baş tutmur. 2023-cü ilin əvvəli Fransa. Bir telefon ekranında görünən mesaj sadəcə bir xəbər deyil. Qardaşın Türkiyədə öldürülüb, onu öldürən adam indi Bakıda yaşayır. Bu cümlə ilə birlikdə proses başlayır. Bu artıq hüquqi məsələ deyil, bu qisas qərarıdır. Fransada yaşayan şəxs inanır ki, qardaşının ölümü təsadüf deyil və bu hesabı özü bağlamaq istəmir. O, qisası başqasının əli ilə almağa qərar verir. Bu nöqtədə hekayəyə əsas fiqur daxil olur. İşsiz, adi həyat yaşayan, cinayət dünyasında tanınmayan biri. Amma ona edilən təklif adi deyil. Pul, xərclərin qarşılanması və ən əsası, ölkədən çıxmaq üçün yardım. Bu andan etibarən bu şəxs artıq sadəcə vətəndaş deyil, o, sifarişli qətlin icraçısıdır. Hazırlıq mərhələsi başlayır. Silah əldə edilir, telefonlar dəyişdirilir, əlaqələr gizlədilir və ən vacibi izləmə. Zərər çəkmişin yaşadığı yer, idman zalı, gündəlik marşrutları hamısı öyrənilir. Bu, ani qərar deyil, bu hesablanmış prosesdir. Tək hərəkət risklidir, ona görə də plana daha 2 nəfər cəlb olunur. Artıq bu, fərdi cinayət deyil, bu, qabaqcadan əlbir olan cinayətkar qrupdur. Pul köçürmələri edilir, avtomobillər icarəyə götürülür, hər detal planlanır. 10 mart 2023-cü il, Bakı, Nərimanov rayonu, günorta saatlarıdır. Ətrafda insanlar var, heç kim biraz sonra nə olacağını bilmir, zərər çəkmiş idman zalından çıxır. Və həmin an 3 atəş səsi gəlir, amma plan pozulur, hədəf ölmür, əvəzində isə 2 günahsız insan yaralanır. Bu, artıq təkcə sifarişli qətl cəhdi deyil, bu, ictimai təhlükə yaradan silahlı hücumdur. Panik başlayır, avtomobillər dəyişdirilir, izlər itirilməyə çalışılır, hava limanı istiqaməti, planın son mərhələsi, ölkədən çıxış. Amma bu dəfə hüquq mühafizə orqanları daha sürətlidir. Hava limanında saxlanma, şübhəlilər nəzarətə götürülür, əsas icraçı isə bir müddət gizlənə bilir, amma o da sonradan tutulur. İş məhkəməyə çıxarılır, ittihamlar ağırdır, sifarişlə adam öldürməyə cəhd, qanunsuz silah saxlama, cinayətkar qrupda iştirak, təqsirləndirilən şəxs hər şeyi inkar edir. Amma sübutlar danışır, yazışmalar, pul köçürmələri, şahid ifadələri, maddi sübutlar, məhkəmənin nəticəsi qətidir. 12 il azadlıqdan məhrum etmə. Kanala dəstəkləyin, abunə olun.